Basit eşitsizlik mövzusunu davam elətdiririk. Diqqətlə qulaq asın. Bu özəlliyi də bir yerdə öyrənəyin. Baxın, belə bir basit eşitsizlik verib kəsr formasında. Məsələn, kəsr formasında bir denkləm yazarım. Belə bir denkləm verilib. Bu denkləmi bu şəkildə çarpaz vurub həll eləmək olur. Yəni, heç bir problem yaranmır. Biz buna içlər dışlar deyəcəyik. Yəni, çarpaz şəkildə vurmağa içlər dışlar. Gəlin bunu həll edəyin. Çarpaz şəkildə vururuq bunu. Olur. 4, biraz açıq şəkildə yazıram, hamıya aydın olsun. Bunu da bu şəkildə vursa. Yəni, bu zaman heç bir dəyişiklik olmur, heç bir problem olmur. Denkləmlərdə içlər dışlar yapanda, yəni çarpaz şəkildə vuranda heç bir problem olmur. Amma eşitsizlikdə içlər dışlar yapanda, yəni çarpaz şəkildə bunu belə vuranda diqqətli olmaq lazımdır. Yəni eşitsizlik yön dəyişə bilər. Yəni, denkləm kimi deyil bu. Denkləmdə fərqi yoxdur. Çarpaz vuranda, içlər dışlar yapanda heç bir problem yaranmırdı. Çünki burada yön söhbəti yoxdur. İstiqamət söhbəti yoxdur. Amma eşitsizlikdə yön dəyişə bilər. Diqqətli olmaq lazımdır. Bunu hardan bilirik? Yön dəyişəcək ya yox. Bu zaman eşitsizliyin bu məxrəcində olan ifadəyə baxırıq. Ancaq məxrəclərə baxırıq. Əgər məxrəcdə olan ifadələr, yəni B ilə və D eyni işarəli olarsa, yəni hər ikisi müsbət olarsa və yaxud hər ikisi mənfi olarsa, yəni eyni işarəli olarsa, bu zaman çarpaz vuranda yön dəyişməyəcək. Baxın, bu şəkildə çarpaz vuranda, içlər dışlar yapanda yön dəyişməyəcək. Baxın, necə var, elə də qalır. Deməli, məxrəcdə olan ifadələr eyni işarəli olarsa, çarpaz vuranda, içlər dışlar yapanda eşitsizlik yön dəyişmir. Yox, əgər bu məxrəcdə olan ifadələr B və D fərqli işarəli olarsa, yəni biri müsbət, baxın, biri müsbət, biri mənfi olarsa və yaxud birinci mənfi, ikinci müsbət olarsa, fərqli işarəli olarsa, müxtəlif işarəli olarsa, bu zaman içlər dışlar yapanda eşitsizlik yön dəyişəcək. Yəni, əvvəl bu formadaydısa, indi necə olmalıdır? Baxın, bu formada olmalıdır. Bu iki qaydanla aşağıda olan bütün sualları biz həll edəcəyik. Gəlin, sual üzərində də baxaq, onda tam aydın olacaq bunlar bizə. Birinci sualdan başlayaq. Baxın, eşitsizlik verib, çarpaz vuranda diqqətli olmalıyıq. Baxırıq məxrəcə, ancaq məxrəcə baxırıq. Ancaq məxrəc maraqlıdır. Paydalar maraqlıdır. Baxıram ki, məxrəcin işarəsi müsbətdir, bu da müsbətdir. Yəni, hər ikisi müsbət ədəddir. Ona görə burada içlər dışlar yapanda bu şəkildə eşitsizlik yön dəyişməyəcək. Yəni, olur 2x, biraz açıq şəkildə yazım. Baxın, bu necə var, elə də qalır. Yön dəyişmir. Bunu da bildiyimiz qaydayla həll edirik. X-ları bir tərəfə yığağın. Burada qalır mənfi x kiçik bərabərdir 8 və hər iki tərəfi mənfi 1-ə vurağın. X mənfi 1-ə vurduq deyə, mənfi ədədə vurduq deyə eşitsizlik yön dəyişdi. Bu sualın solution set olur. Mənfi 8-dən böyük. Mənfi 8 özdə daxildir. Qapalı parantez olacaq. Mənfi 8 müsbət sonsuz olur. İndi isə ikinci suala baxaq. Yenə də baxırıq ki, məxrəcdə olan bu ədədlərin işarələri müsbətdir. Yəni, eyni işarəlidir. Bu zaman burada içlər dışlar yapsaq, eşitsizlik yön dəyişməyəcək.
8x minus 4 yenə böyük olaraq qalır, böyüdür 2x minus 2. Bunu da həllini özünüz yazarsınız, bunu artıq bildik. Növbəti suala baxaq. Yenə də məxrəcə baxırıq. Məxrəcdə olanlar hər ikisi müsbətdir, eyni işarəlidir. İçlər dışlar yapanda eşitsizlik yön dəyişməyəcək. Baxın, necə var, elə də qalır. Bunu da yazmıram, həllini özünüz yazın. Növbəti suala baxaq. Burada da içlər dışlar yapanda eşitsizlik yön dəyişmir. Keçirəm, bunları özünüz yazarsınız. Burada da bilirik ki, hər bir ədədin, məsələn 5 yazırıqsa, bu ədədin məxrəcində 1 var. Yəni, bunu bu şəkildə göstərmək olar. 4 yazırıqsa, bunu bu şəkildə göstərmək olur. Məxrəcində 1 var. Burada da 4-ün məxrəcində 1 var. Baxıram, məxrəcdə olan ədədlər hər ikisi müsbətdir, yəni eyni işarəlidir. Və burada içlər dışlar yapsaq, 1-i 2x plus 1-ə vurduq. Yön dəyişmir, çünki eyni işarəlidir. Yenə də böyüdür, 2 vur 4. Bu şəkildə. İndi isə 6-cı suala baxaq. Yenə də burada məxrəcinə 1 yaza bilərik. Baxırıq məxrəclərə, paydalara. Dedik axı, paydalar maraqlıdır burada. Bunun işarəsi mənfi, bunun işarəsi müsbətdir. Bu zaman müxtəlif işarəli olduğundan içlər dışlar yapanda eşitsizlik yön dəyişəcək. Yəni, bu olur x, baxın, eşitsizlik yön dəyişir. Böyüdür, mənfi 3x, biraz açıq şəkildə yazsın, bu şəkildə yazıram. Bunu da həll eləsək, hər iki tərəfi müsbət 4-ə bölsək, deməli, bu sualın da solution seti olur, mənfi 3, müsbət, sonsuzluq. Vəssalam. 7-ci soruda da belə. Baxın, məxrəclərə baxırıq. Bizə məxrəc maraqlıdır, paydalar maraqlıdır. Bunun işarəsi müsbət, bunun işarəsi mənfidir. Müxtəlif işarəli olduğundan içlər dışlar yapsaq, eşitsizlik yön dəyişəcək. Mənfi 2, 2 minus x. Baxın, eşitsizlik burada yön dəyişir. Böyükdür olur, 3, 1 minus x. Bu qədər. Davamını da özünüz yazarsınız. Burada da belə içlər dışlar yapanda eşitsizlik yön dəyişəcək. Çünki məxrəcdə olan ədədlərin işarələri müxtəlifdir. İndi 9-cu suala baxaq. Diqqətlə qulaq asın bura. İlk baxışda biz görə bilmirik məxrəcin işarələri nədir. Əgər bunu verməsə, baxın, əgər bunu verməsə, biz deyə bilmərik burada məxrəcin işarələri müsbətdir ya mənfidir. Yəni, bu müsbət də ola bilər, mənfi də ola bilər. X-in qiymətini asılı olaraq. Amma burada şərt verib. Deyir ki, X 3-dən böyüdür. X 3-dən böyüdür. X 3-dən böyük olanda bura müsbət olur. Bu məxrəci müsbət olur. 3-dən böyük bir ədəd yazdım bura. Məsələn, 4 yazın. 4-dən bir çıxanda müsbət 3 qalır. X 3-dən böyük olanda burada müsbət olur. Deməli, məxrəclər hər ikisi müsbətdir, yəni eyni işarəlidir. Hər ikisi eyni işarəlidir. Ona görə içlər dışlar yapsaq, yəni çarpaz vursaq, eşitsizlik yön dəyişməyəcək. 4, x minus 3, baxın, necə var, elə də qalır. Kiçikdir, 2, x minus 1. Bitdi, bu qədər. Davamını da öz həll eləyin, tapın. Amma bunu həll edim, çünki axırda deyiləsi bir məqam var. Gəlin bunu həll edəyin. Sağ tərəfdə həll edin bunu. Belə bir ifadə aldıq. X 5-dən kiçikdir.
İlk baxışda belə fikirləşərik ki, bu sorunun solution seti 5-dən kiçik nə deməkdir? 5-dən mənfi sonsuzluğa. Mənfi sonsuzluq 5-dir. Amma cavab bu deyil. Cavab bu deyil. Niyə görə cavab bu deyil? Çünki əvvəldə şərt vermişdi. Diqqət edin bura. Əvvəldə şərt verib ki, x 3-dən böyükdür. Yəni biz bu sualı bu şərtə görə həll elədik. Ona görə axırda mütləq o şərti nəzərə almalıyıq. Yoxsa cavabımız düzgün olmaz. Sual bu şərtə görə həll olunubsa, axırda o şərti nəzərə almaq lazımdır. Deməli, bunu silirik elə ki, biz tapdıq ki, x 5-dən kiçikdir və bir tərəfdən də x 3-dən böyükdür. Bunu gəlin bir yerdə yazaq. X böyükdür 3-dən. Bu iki cavabın kəsişməsini götürməliyik biz. Yadda saxlayın. Həmişə bu sualların metodu budur. Bunların kəsişməsi olmalıdır cavab. Nədir bunların kəsişməsi? 3-dən böyük, 5-dən balaca, yəni 3-dən 5 aralıq olur. X 3-dən böyük, 5-dən balaca. Başqa cür bunu belə də yaza bilərik. 3-dən 5 aralığı açıq parantez, çünki 3-dən 5 daxil deyil, bərabəri yoxdur. Son nəticə olacaq, baxın bu. Diqqətli olaq bu suallarda. İndi 10-cu suala baxaq. 9-cu sualda şərt vermişdi. X 3-dən böyükdür deyə. Amma bu 10-cu sualda şərt də verməyib. Bəs hardan biləcəm ki, burada olan bu məxrəcin işarəsi müsbətdir ya mənfidir? Bunu bilmək olur. Bu açıq-aşkar görünür ki, müsbət ədəddir, müsbət 2-dir. Bəs hardan bilim bu məxrəcin işarəsi nədir? Müsbətdir ya mənfidir? Bunu necə bilmək olar? Diqqət eləyin bura, diqqət edin bura. Fikir verirsiniz, bu kəsir 2-də 1-dən böyükdür. Baxın, bu kəsir müsbət ədəddən böyükdür. 2-də 1 özü müsbət ədəddir. Bu kəsir müsbət ədəddən böyükdürsə, deməli özü də müsbətdir. Yəni, deməli bu kəsir özü müsbət kəsirdir. Müsbətdir. Müsbət olduğuna görə surəti müsbət oldusa, məxrəci də mütləq, baxın, məxrəci də müsbət olmalıdır. Deməli, müəyyən elədik ki, bu kəsirin məxrəci müsbət olmalıdır həmişə. Deməli, x 3-dən böyük olmalıdır. Yəni, məxrəcin müsbət olması üçün x 3-dən böyük olmalıdır. Siz belə də yaza bilərik. X minus 3 müsbət nə deməkdir? 0-dan böyük. O zaman x 3-dən böyükdür. Bunu yaxşıca işarələyirik. Bu, axırda bizə lazım olacaq. Sualı bu şərtə görə həll edirik. Deməli, bu müsbət, bu da müsbət. İndi içlər dışlar yapsaq, eşitsizlik yön dəyişmir. Niyə? Çünki surətlə məxrəc, daha doğrusu məxrəclər eyni işarəli oldu. Baxın, müsbət oldu. Deməli, 4 bu necə var, elə də qalır. Böyükdür x minus 3. Həll edəyim bunu. X 7. Son nəticəni bu formada tapdıq. X 7-dən kiçikdir. Bunları bir yerdə yazaq. Baxın, tapdıq ki, x kiçikdir 7-dən və bir də yuxarıda da nə tapmışıq? X böyükdür 3-dən. Bu iki cavabın dedikdə kəsişməsini götürməliyik. Bunların kəsişməsi nə olur? 3-dən böyük 7-dən kiçik. 3-dən böyük 7-dən kiçik və yaxud bu formada yaza bilərik. 3-dən 7 aralığı. Bitdi. Deməli, bu sualın solution seti nə olur? 3-dən 7 aralığı. Bu qədər. İndi isə 11-ci suala baxaq. Baxın, yenə deyirəm, əgər sizə tam aydın olmayıbsa, videonu saxlayın, təkrar bir də baxın. Mən yazan kimi keçirəm bunları. On birinci soruda içlər dışlar yapmaq istəyirəm. Yəni, çarpaz vurmaq istəyirəm, amma diqqətli olmalıyıq burada. Baxıram məxrəcin işarələrinə. Bu müsbət ədəddir. Bunu bilirik. Bəs bunu hardan bilim müsbətdir ya mənfidir? Yenə də yuxarıda dediyimiz kimi bunu necə müəyyənləyik? Baxıram ki, bu kəsir
Mənfi 2-də 1-dən kiçikdir. Yəni kəsir mənfidən kiçikdir. Mənfidən kiçiksə deməli bu kəsir həmişə mənfidir. Mənfidən kiçik mənfi ədədlər var. Elədir? Yəni baxın mənfi 2-də 1-dən kiçik həmişə burada mənfi ədədlər olmalıdır. Bu kəsir mənfidirsə, fikir verin, surəti müsbətdir, deməli məxrəci mənfi olmalıdır. Yəni baxın bura mütləq mənfi olmalıdır. Əla, bunu müəyyən elədik. Müəyyən elədik ki, məxrəc mənfidir. Bunun da məxrəci demişdik ki, müsbətdir. Baxın burada müsbətdir. Bir də bunu deyim ki, surətdə mənfi ədəd var. Yenə deyirəm, bax, surət maraqlı deyil. Bizə maraqlı olan məxrəcdir. Məxrəclər maraqlıdır bizə. Bu mənfi, məxrəci aidiyyəti yoxdur. Bura baxmırıq sanki, buna baxmırıq. Məxrəc maraqlıdır. Məxrəcin işarəsi müsbətdir, vəssalam. İndi içsər dışlar yapsaq, eşitsizlik yön dəyişəcəkmi? Bəli, eşitsizlik yön dəyişəcək, çünki işarələr müxtəlifdir. İçsər dışlar yapsaq, deməli, burada böyük idi, indi kiçikdir olur. 2 vur 3, 6. Əvvəldən bunu da yazım, bunu yadımızdan çıxarmayaq. Dedik, məxrəc mənfidir, yəni x minus 5 0-dan kiçikdir. X-sa 5-dən kiçikdir. Bu şərti mütləq yazmalıyıq. Bunu yaxşıca yazıb bir tərəfdə qalır. Bunu da həll edəyin. Buradan mənfi x kiçikdir. Altdan 5 çıxanda 1 və ən sonda hər iki tərəfi mənfi 1-ə vursaq yenə yön dəyişdi. Belə bir cavab aldıq. Bunu da ümumiləşdirək. Deməli, birinci cavabımız oldu bu, ikinci cavabımız bu oldu. Bunları bir yerə yazağın. X mənfi 1-dən böyük, x 5-dən kiçik. Bunların kəsişməsini götürməliyik. Bunların kəsişməsi nə olacaq? Mənfi 1-dən böyük, 5-dən kiçik. Yəni solution set olur. Mənfi 1-lə 5 aralığı. Vəssalam, bu qədər. İndi isə 12-ci suala baxırıq. Yenə də burada məxrəcin işarəsini bilmirik. Müsbətdir ya mənfidir. Bunu müəyyən edəyin. Metodun bildiyi artıq. Necə müəyyən edirdik? Baxırıq ki, bu kəsir mənfi 3-də 5-dən kiçikdir. Mənfidən kiçiksə, deməli özü də mənfidir. Bu kəsir özü mənfidir. Baxın, surəti müsbətdirsə, məxrəci onda mütləq mənfi olmalıdır. Müəyyən elədik bunu. Məxrəc mənfi olmalıdır. Yəni x minus 6. Buradan yazalım. X minus 6 0-dan kiçik olmalıdır. X 6-dan kiçik olacaq. Bu qalsın burada. Bunu mütləq istifadə edəcəyik. Yəni biz sualı bu şərtə görə həll edirik. Bu məxrəcin işarəsi ki, bəllidir, müsbətdir. Baxın, məxrəcin işarələri müxtəlif işarəlidir. Biri müsbət, biri mənfidir. İçsər dışlar yapsaq burada eşitsizlik yön dəyişəcək. 6 bu böyüdür olacaq. Böyüdür. Eksi 5 x eksi 6. Biraz da sadələşdirək bunları. Bunun həllini davam elətdirsək, deməli, hər iki tərəfi müsbət 5-ə bölür, olur 4,8. Son nəticəni bu formada aldıq. Baxın, niyə görə bunları mən belə göstərirəm? Siz də bax, sualları həll edəndə və yaxud imtihanda olanda. Bu şəkildə yazın ki, gözünüzün qabağında qalsın. Lazım olanda itirməyəsiniz onları, yaddan çıxmasın. Və dedik, bu suallarda həmişə kəsişmə ötürülür. Yəni, bu ikisinin kəsişməsi nə olacaq? Yazıram bura, solution set 4,8-dən böyük, 6-dan kiçik. 4,8 ilə 6 aralığı olur. Və bura düşən tam ədəd soruşur. Çünki əvvəldə deyir ki, x tam ədəddir. Və bizə deyir ki, x-i tapın. 4,8 ilə 6 arasında bir dənə tam ədəd var, o da 5-dir. Bu qədər.
İndi isə sonuncu suala gələyim, 13-cü sual. Burada bu məxrəc müsbətdir. Bunun məxrəci yenə də işarəsini bilmirik. Bunu müəyyən eləməyin metodunu bildik. Baxıram bu kəsirə. Bu kəsir -2-də 1-dən böyükdür. Burada bir problem var. Bu problem nədir? -2-də 1-dən böyük. Mənfi ədəddən böyük. Mənfi ədədlər də var. Müsbət ədədlər də var. Elədir? Mənfi ədəddən böyük. Mənfi ədəd də var. Müsbət ədəd də var. Məsələn, -5-dən böyük. -2 də var. Baxın, mənfi ədəddir. -5-dən böyük 7 də var. Baxın, müsbət ədəddir. Yəni, bu suallarda artıq 2 hala baxırıq. Birinci hal budur. -2-də 1-dən böyük. Fərz eləyək ki, bura mənfidir. Bu mənfi oldusa, bu müsbətdirsə, aşağı son da mənfi olmalıdır. Birinci hal budur. Yəni, yazırıq ki, buraya yazırıq birinci hal. Birinci hala görə x minus 5 mənfidir. X 5-dən kiçikdir. Bunu yenə də işarəliyirik. Gözümüzün qabağında qalsın bu. Bu şərtə görə bu sualı həll edəyin. Bu da ki, məlumdur ki, müsbətdir. Paydaların işarətləri müxtəlif işarəlidir. Baxın, biri müsbətdir, biri mənfidir. İçsər dışlar yapanda eşitsizlik yön dəyişəcək. Diqqətli olun burada. -x plus 5. Burada diqqətli olun. Yön dəyişdi. Böyüdür 4. -x böyüdür -1. X kiçikdir 1-dən. Baxın, tapdıq bunu. Və demişdik ki, bu suallarda kəsişmə ötürülür. Fikir verin bura. X 5-dən kiçik, 1-dən kiçik. Kəsişmə hara olmalıdır? 5-dən kiçik, 1-dən kiçik. İstəsiz ədəd oxunda çəkib göstərə bilərik onu. Əgər tapa bilməsək. Bura 1 qeyd edilən. 1-dən kiçik nə deməkdir? Yəni 1-dən mənfi sonsuza doğru. Burada məsələn 5 qeyd edilən. 5-dən kiçik nə deməkdir? Yəni 5-dən mənfi sonsuza doğru. İndi diqqətlə baxsaq kəsişməni görə bilərsiniz. Kəsişmə hardan hara olur? Mənfi sonsuzluqdan 1-ə qədər. Yəni hər ikisinin, yəni yuxarıda da, aşağıda da xətlənib deyə ona görə kəsişmə ora olur. Buna baxın, bu aşağı hissəsində xətt yoxdur. Yəni, birinci hissənin solution seti nə oldu? Mənfi sonsuzluq 1. Buradan yazıram, mənfi sonsuzluq 1. Bu birinci hissədir. Bunun həllini tapdıq. İndi ikinci hala baxırıq. Biz dedik axı, -2-də 1-dən böyük, mənfi ədəd də var, müsbət ədəd də var. İndi isə fərz eləyək ki, bu müsbətdir. Onda surət müsbət olanda, onda məxrəc də müsbət olmalıdır. Bu da zaten müsbətdir. Onda yazıram x minus 5 0-dan böyüdür, x ise böyüdür 5-dən. Bunu yenə də işarəliyirik, qalır burada. İçlər dışlar yapsaq, eşitsizlik yön dəyişmir, çünki eyni işarəlidir. Burada da hər iki tərəfi eksi 1 ilə çarpsaq, yəni mənfi 1-ə vursaq, x 1-dən böyük olur. İndi baxın bura, diqqət edin bura. X 5-dən böyük, 1-dən böyük. Kəsişmə hara olmalıdır? Artıq bunu sərbəst tapa bilək. Ədəd oxu çəkib orada da göstərib tapa bilərsiniz. Kəsişmə olur 5-dən böyük. Yəni 5 müsbət sonsuzluq. Yəni bu eşitsizliyin həlli ya budur və ya baxın və ya budur. Baxın bir də deyirəm, bu eşitsizliyin həlli ya budur və ya budur. Yəni bunlar ayrı-ayrı hallardır. Və ya olduğuna görə bunların birləşməsini götürməliyik. Çünki demişdik ki, və ya nə deməkdir? Matematikdə və ya birləşmə deməkdir. Yəni son nəticə olur, solution set olacaq.
Baxın, burada da yazılıb bu. Bu iki halın birləşməsi. Üçüncü özəlliyi ilə davam edirik. Birinci sualdan başlayalım. Baxın, belə sual tipləri olanda bunu necə həll edirik? Əgər siz matematikdə məxrəci eyni olan ifadələr görsəz, paydası aynı olan ifadələr görsəz, bunları bir tərəfə yığın, yəni yan-yana gətirin bunları. Bu kəsr olduğu kimi qalsın. Bunu da gətirək bunun yanına. Digərləri olduğu kimi qalsın yerində. Deməli, burada sol tərəfdə nə qalmalıdır? 0 qalır. Yalnız bu ikisi üçün ortaq məxrəc tapın. Yəni, bu kəsrlər necə çıxırıq? Məxrəcləri bərabər olduğundan məxrəc olduğu kimi qalır, surətlər çıxılır. Bunlar sadələşir, bunun yerində 1 qalır. Və cavabı tapmış oldu. X mənfi 3-dən kiçikdir. Bunun solution set olur. Mənfi sonsuzluq, mənfi 3. Bir də bunu deyim ki, istər denkləmlər olsun, istərsə eşitsizliklər olsun, ümumiyyətlə məxrəc varsa, baxın, məxrəc varsa, mütləq suala başlamanızdan əvvəl məxrəci 0 edən qiyməti yazın bir tərəfə. Yəni, burada x-in hansı qiymətində məxrəc 0 olur? 1 qiymətində. Yəni, x 1 ola bilməz. X 1-dən fərqli olmalıdır. Mütləq bunu sualın həllinə başlamazdan əvvəl yazın bir tərəfə. Həmişə qalsın orada. Qalsın gözünün qabağında. Ola bilər ki, axırda aldığınız cavabın içində də 1 olsun. Onda o 1-i oradan çıxmalıyıq. İndi elə suallar olacaq. Orada izah edəcəm onu. Gəlin elə burada deyim. Məsələn deyirəm, misal üçün deyirəm. Biz sualı həll elədik. Axırda cavabı aldıq. X kiçikdir 3. Belə bir cavab aldıq. O zaman biz yazanda yazırıq solution set nəyə bərabər olur? Mənfi sonsuzluq 3. Amma burada 1 var deyə o 1-i mütləq çıxmaq lazımdır orada. Çünki 1 məxrəci 0 elədi. Yəni bunu əslində bu şəkildə yazırıq. 1-i çıxmaq lazımdır. Yoxsa düz olmayacaq cavab. Baxın, bunu demək istəyirəm. İndi ikinci suala baxaq. İndi isə ikinci suala baxaq. Baxın, dediyim kimi kəsr varsa məxrəci var. Məxrəci 0 edən qiyməti bir tərəfə yazarım. X mənfi 2 ola bilməz. Mənfi 2-dən fərqli olmalıdır. Bunu yaxşıca işarələyin, gözünün qabağında qalsın bu. İndi isə həllinə başlayaq. Dedik, belə suallar görəndə, məxrəci eyni olan ifadələr görəndə onları bir tərəfə yığırıq. Digər ədədlər yerində qalır. Burası 1 olur. Və ən sonda nə aldıq? X 4-dən böyükdür. Belə bir cavab aldıq. Bunun solution seti yazırıq. 4-dən böyük, 4 müsbət sonsuzluq. 4 müsbət sonsuzluq. Və ən sonda baxıram ki, X mənfi 2 ola bilməz. 4 müsbət sonsuzluğa mənfi 2 daxildir. Xeyr, daxil deyilsə elə cavab bu şəkildə qəbul olunur. Əgər ora mənfi 2 daxil olsaydı, mənfi 2-ni buradan çıxardıq.
Bunu yaddan çıxarmayın. Növbəti suala baxaq. Yenə də suala başlamamışdan əvvəl, həllinə başlamazdan əvvəl məxrəci 0 edən qiyməti bir tərəfə yazağın. X fərqli olmalıdır 2-dən. X 2 ola bilməz, çünki məxrəc 0 olur. Yenə də bu kəsri bura gətirəyin. Bunlar sadələşdi. Bunun yerində 1 qalır. X kiçik olur 2-də 1-dən. Deməli, burada solution set olur. Mənfi sonsuzluq 2-də 1 və ən sonda baxıram ki, X 2 olmamalıdır. Bura 2 daxildirmi? Xeyr, 2 daxil deyil. Ona görə cavab elə bu olur. Dördüncü suala baxaq. Yenə də başlamamışdan əvvəl yazıram ki, məxrəci 0 eləyən qiymət 3-dür. X 3-dən fərqli olmalıdır. İndi isə həllinə keçəyim. Yenə bunları bir tərəfə yığaq. Burada diqqətli olaq. Bir dəqiqə bunu yazın. Burada diqqətli olaq ki, bunlar sadələşəndə 1 yox, mənfi 1 qalır. Çünki bir-birinin əksi olan ifadələrdir bunlar. Burada mənfi 1 qalır. Və ən sonda cavabı bu formada alırıq. Bu sualın solution seti olur. Mənfi 7-dən böyük. Mənfi 7 müsbət sonsuzluq. Baxıram ki, X 3 ola bilməz. 3 var bunun içində. Burada 3 var, bəli. Burada 3 var. Burada 3 olduğuna görə, ona görə X 3 ola bilməzdi dedik. 3'ü buradan çıxmaq lazımdır. Bunu yaddan çıxarmayaq. Çünki X 3 olsa, burada məxrəc 0 olar. X 3 ola bilməz. Yenə deyirəm, çıxmağa bu formada da göstərirlər, bu formada da göstərirlər. İndi isə 5-ci soruya baxaq. Burada 2 dənə ayrı-ayrı məxrəc var. Biri budur, biri də bu. Bu məxrəcləri 0 eləyən qiymətləri yazağım bir tərəfə. X fərqli olmalıdır. 2x plus 3 0-dan fərqli olmalıdır. Onda buradan x fərqli olmalıdır. Mənfi 3 bölü 2. Bu 1. Bir də x minus 1 fərqli olmalıdır. 0-dan x isə fərqli olmalıdır 1-dən. Bu da ikinci. İndi isə həll edəyim. Bunun yanına atarım. Bunu da bunun yanına atarım. Sağ tərəfdə heç nə qalmır deyə 0 yazırıq. Biraz da sadələşdirək bunları. Bu 1 olur. Bu isə mənfi 1 olur. Diqqətli olun burada. Bunlar da gedir. Mənfi 2 kiçikdir 0 qalır. Baxın, x qalmadı. Biz əvvəldən demişdik ki,
eşitsizliyi həll eləyəndə x qalmayanda cavab ya R olur, ya da boş kimi olur, boş çoxluq olur. Bu sualın solution seti nə olacaq? Baxıram ki, bu şərt doğrudur. Yəni bu aldığımız bu ifadə doğrudur. Mənfi 2 sıfırdan kiçikdir. Həqiqətən mənfi 2 sıfırdan kiçik olduğuna görə bunun solution seti, çözüm küməsi, yəni həllər çoxluğu R olacaq, real ədədlər olacaq. Amma əvvəldən də yazmışıq ki, bunları nəzərə almalıyıq. R-dən çıxmalıyıq. Bu 2 dənə ədədi. Bunlar məxrəci 0 eləyir ona görə. Bitdi, bu qədər.